Kuzey TX2. Axşamınız xeyirli olsun dostlar. Deməli bu PCB'mizdə satışdadır. Çox gözəl, ələ yatımlı, taktikal bir PCB tir tüfəncidir. Kuzey TX2 4,5 mm'lik lüləsinin çapıdır. Burada yanaqlıq həm çiyin tərəfi, həm yanaqlığı yuxarı aşağı hərəkət edəndir. Yəni optikaya uyğun tənzimləmək olur bunu. Və burada həm 11 mm'lik və 22 mm'lik Picatinny rayı var. Hər iki ölçüyə optik nişangahı bağlamaq olar. Qurma qolu sürdü. Sağ tərəfdən qoruyucusu da buradadır. Buradan belə bağlayırsan, belə asırsan və ateş edirsən. Bunu artıq mən hava doldurmuşam. Bir-iki dəfə də atış eləmişəm. Elə belə. Çox qəşəng, ekonomlu bir PCB'dir. Çox idealda atışları var. Və bu susturucu bağlanan modeldir. Bunun bəzilərində susturucu bağlamaq olmur burasına. Bu susturucu bağlana bilən modeldir. Bunu açırsan, susturucunu bağlayıb istifadə edirsən. İstəməsən belə bunu yerinə bağlayırsan, durur burada. Bunun kitabçasıdır, istifadə qaydası da var içərisində. Və burada da mağazinləri, 2 ədəd mağazinidir, dolumucu və əlavə sallikləri var burada. Başqa bir şey yoxdur. Bunun da üstündə istifadə olunmamış nasos verilir. Bunun bu biri tərəfini bilmirəm, göstərdim yox, bu biri tərəfini də göstərək. Bu biri tərəfi də belədir. Dolmuşluğu buradadır. Çox gözəl PCB'dir. Bunun da üstündə nasos verilir. İstifadə olunmamış qutunun içində. Qiymətlə bağlı kim istəsə nömrə ilə əlaqə saxlaya bilər. Səhifədə nömrə yerləşdirəcəm.